Dərvişlər gecə zikirlərini başlamadan əvvəl ağızlarını gül qoxusu ilə yaxalayarlarmış, gül suyuna. Yəni gül suyundan, gülabla ağızlarını yaxalarlar. Mən Allaha zikr edəcəm, ağzımdan qoy gül isi gəlsin. Nəcasətdən təharət. Uca dinimiz hökmi təmizlik kimi zahiri təmizliyə də böyük əhəmiyyət verir. Rəbbimiz Allah təmizlənənləri sevər. Bəqərə surəsi 222-ci ayətdə buyurmaq surəti ilə möminləri maddi və mənəvi təmizliyə təşviq etmişdir. Bu ayət kərimə su ilə təmizliyə riayət edən Kuba əhalisi haqqında nazil olmuşdur. Resulullah sallallahu aleyhi ve sellem də Allah təmizdir, təmizliyi sevər buyurmuşdur. Rəvatirmizi. İslam təharət, nəzafət və nəzakət əsasları üzərinə qurulu bir nizam gətirmişdir. Necə ki, təmizliyin imandan olduğu bildirilmişdir. Hədis və fiqh kitablarımızın haradaysa tamamı təharət, təmizlik bəhsi ilə başlar. Dinimizdə təməl bir əsas olaraq vücud və məkan təmizliyi edilmədən bəzi ibadətlər caiz və məqbul görülməmişdir. Bu meyanda, bu istiqamətdə, məsələn, tualet ədəbinə çox əhəmiyyət verilmişdir. Müsəlmanların əlbisəsinə nəcasət sıçratmamaları, gözəlcə istibra etmələri əmr edilmişdir. Allah Resulü sallallahu aleyhi ve sellem qəbir əzabının çoxu nəcasətdən gərəyi kimi çəkinməməkdən qaynaqlanır. Rəvah İbn Macə buyuraraq ümmətinin bu xüsusda diqqətli davranmasını istəmişdir. Yəni, ayaq yoluna gedərkən istər böyük işimiz olsun, istər kiçik işimiz olsun. İşimizi oturaraq eləyəcəyik. Ayaq üstə dəfi hacət eləməyəcəyik. Yəni, İstər bövlüliyək, istər ağır işimiz olsun, mütləq oturub görəcəyik işimizi. Və işimizi gördükdən sonra da su ilə təmizlənəcəyik. Su ilə təmizlik eləyəcəyik. Ən gözəl təmizlik su ilə. Su ilə təmizlik etdikdən sonra da varsa o marketlərdə satılır. Tualet kağızından kullanacağıq. Bu da yəni təmizlik üçün istinca sayılır. Çox gözəl şeydir. İslamın tasvib elədiyi, dəstəklədiyi, xoş gördüyü davranışdır. Nəcisdən salim. Dinlə nəcis olan qan, irin, idrar, qusmuq, alkol, yəni spirt və bənzəri kirlərin namaz qılan kişinin vücudunda, əlbisəsində, paltarında və namaz qıldığı yerdə olmaması gərəkir. Bu vəsilə ilə İslam bir su mədəniyyəti təsis etmişdir. İslam mədəniyyətinin çatdığı hər yerdə hamamlar, çeşmələr və sarnıçlar inşa edilmişdir. Yenə bu vəsilə ilə dünyanın bir çox yerində nüfusu qırıb keçirən vəba salgınları, yolxucu xəstəlikləri yaşanarkən müsəlman bölgələr təmizlik alışqanlığı sayəsində bunları xəfif atlatmışdır. Yəni, bu koronada Avropa ölkələrinin daha çox qırğın olduğu halda İslam ölkələrində təmizliyə görə yəni o sayı azaldı və öncəki, keçmiş zamanlarda da vəba və taun olan şeylər müsəlmanlar yaşayan yerlərdə daha az olmuş qırğın. Niyə? Çünki təmizliyə müsəlmanlar daha çox riayət edir. Yenə bu vəsilə ilə dünyanın bir çox yerində nüfuzu qırıb keçən vəba və taun xəstəliklərin İslam ölkələrində daha az xəfif atlatılmışdır. Nəcis şeylər insanın mənəvi, psixoloji halına da zərər verə bilir. Mənəvi rahatsızlıqların, ruhi sıxıntıların bir qismi bu kimi nəcasətlərdən çəkinməməkdən hasil ola bilir. Namaz ibadəti bu vəsilə ilə müsəlmanın həm bədəni, həm də ruhi səhhətini qoruyur. İbn Abbas radiyallahu anh belə anladır. Resulullah sallallahu aleyhi ve sellem Efendimiz Mədinə-i Münəvvərənin bağçalarından birindən çıxdığı əsnada qəbirlərində əzab görən 2 nəfəri səsini eşitdi. Bunun üzərinə bu ikisi özlərincə böyük olmayan birər günah səbəbi ilə əzab görürlər. Əslində günahları gerçəkdən böyük idi. Biri idrarından, yəni sidik sıçrantısından çəkinməz, digəri də söz daşıyar, dedikodu edərdi, buyurdular. Sonra yaş bir xurma budağı istədilər, onu 2 parçaya ayırıb
birini bir qəbrin, digərini də o bir qəbrin başına əkdilər, dikdilər və qurumadıqları müddətcə əzablarının xəfiflətilməsi umulur buyurdular. Yəni, qurumadı bu o iki ağac qəbrə başına dikdiyi iki xurma budağı, qurumadıqları müddətcə onların əzablarının xəfiflədilməsinə, yüngülləşməsinə vəsilə olur, umulur buyurdular. Rəvah Buxari. Yəni, İmam Nəvəvi adlı hədis külliyatını qələmə alan İmam Nəvəvi Həzrətləri qəbir başında Quran oxumağın caiz olmasına dair bunu dəlil gətirir. Deyir ki, bir ağac parçası əgər qəbrin başına dikilir, sancılır, o orada yaş qaldığı müddətcə o qəbirdəki insanın əzabının yüngülləşməsinə, xəfiflədilməsinə vəsilə olursa, demək, qəbrin başında Quran oxumaq o qəbirdəki insanın günahının əzabının yüngülləşməsinə vəsilə olur, deyir. Müştəhid səviyyəsində İmam Nəvəvi Həzrətləri. Niyə? Ağac yaş qaldığı müddətcə Allahı zikr deyir. Allahı zikr olunan yerə Allahın rəhməti iner. Qayda budur. Yəni, yerdə və göydə nə varsa Allahı zikirləyər. O yaş ağac Allahı zikr edildiyi müddətcə Allahın rəhməti iner. Dolayısıyla qəbir üstündəki yaş otları, yaş ağacı qoparmaq şəriətə görə uyğun deyil. Quru təmizləyə bilərsən, quru yarpağı, quru otu təmizləyib. Amma yaş olanı qopartmamaq lazım. Çünki qəbirdəki insana fayda yox, zərər vermiş olursan. Və İmam Nəvəvi Həzrətləri deyir, bir ağac parçası fayda verirsə qəbirdəki insanın əzabının yüngülləşməsinə, Quran-ı Kərim oxunması daha çox fayda verir. Çünki Allahın kəlamı oxunan yerə Allahın rəhməti inir. Cenab-ı Hak söhbətimizi qəbul eləsin, rizasına uyğun əməllər nəsib eləsin, oxuduqlarımızın və eşitdiklərimizin təsirini üzərimizdə xalq eləsin. Lillahi Teala'l-Fatiha.